Zabratda bir dükkan gözümə dəydi. Tort ləvazimatları dükkanı və nələr almışam həmən dükkandan sizə təqdim edirəm. İlk öncə tort üçün dekor krem, sonra bu şokoladdır, damla şokoladı. Kist almışam 2 dənə özüm üçün. Şinyatçındır. Bu da tortu kremli hamarlamaq üçündür. Sonra bu da damla şokoladıdır. Soda şokolad. Və sonra bu boyanı çoxdan axtardım. Qızıl altın boyadır. Altın boya baxın. Həmən mağazadan aldım. Qiyməti 3 azin. Sonra mənə lazım idi belə bunları almışam. Hər birini 1 manata almışam. Çox qəşəng. Naxış vurmaq üçündür. Tort üçün yazı yazmağa və belə. Çox qəşəng. Və bir də tort qutusu almışam. Tort pişirəcəm, qutunun içərisinə qoyacağım. Həmən dükkandan almışam açılmasını. Belə bir tort qutusu aldım. İnşallah tort pişirib içərisinə qoyacağım. Bu salafanları da oradan almışam. Birini 10 qəpiyə almışam. 10 dənə almışam. Bunları istifadə etmək üçün. Bu qutunudur ki, səhv etmirəmsə 2 manat 50 qəpik və yaxud da 3 manat idi qiyməti. Tort qutusudur. Bir də kremi yaymaq üçün belə bir bıçaq aldım. Qiyməti də 3 azina. Bunları mən çoxdan da axtarırdım. O dükkanda görən kimi aldım. Hər biri çox sərfəli qiyməti aldım və çox razı qaldım. Tort üçün bütün ləvazimatlar həmən dükkanda var. Zabratdadır dükkan.